seçkiler ərəfəsindədir. Yəni kim seçiləcəkdir orada? Eyni zamanda seçim qarşısındadır. Rusiya yolu yoxsa Qərb yolu? Bu yanaşmanın da mən əleyhinə olmuşam. Bir neçə dəfə də fikrimi səsləndirmişəm ki, istənilən ölkədə, xüsusilə yeni formalaşan ölkələrdə o istiqamət, siyasi qüvvələr o istiqamətdə bölünür. Qərb yönü yoxsa Rusiya yönü. Mesela Gürcistan elədir, hətta Türkiyədə qismən elədir. CHP-ni Qərb yönünə hesab edirlər. Mən sevirəm ki, Azərbaycanda bu məsələ kifayət qədər müsbət həll olunubdur. Bizə daha heç kəs demir ki, hansısa qüvvə Rus yönlüdür, hansısa qüvvə Qərb yönlüdür, Azərbaycan yönlüdür. Amma Ermənistan hələlik o xəstəliyi yaşayır. Orada açıq şəkildə deyirlər ki, Rus yönlü və yaxud Qərb yönlü. Mən sevirəm ki, orada siyasi sistemi və siyasi qüvvələrin hələ tam formalaşmadığından xəbər verir. Normal ölkələrdə, tutaq ki, Amerikada partiyalar arasında təxminən bunların ideoloji bazası eynidir, iki partiya arasında mübarizə gedir. Orada heç kəs fikirləşmir ki, bu tutaq ki, şərq yönlüdür, yoxsa qərb yönlüdür. Amma daxilində müəyyən ölkənin problemləri var, o problemin ətrafında hansı necə həll edir? Məsələn, Azərbaycanda da tutaq ki, elə problemlər var ki, xarici siyasəti müəyyən doktrinasında fərqli yanaşma ola bilər ki, kimlərlə əsas düşməndir, kimlərlə müttəfiq olacaqdır və yaxud daxili siyasətdə deyək ki, uşaqlar və ya sosial təminatla bağlı ona hansı partiyanın yanaşması deyəcək. Yəni, daxili amillərə söykənməlidir. Xarici amillərin bağlanması yanlışdır. Ermənistan gedir hələlik bu şəkildə. Rusiya Ermənistanı buraxmaq istəmir. Yəni, seçkilər çox deyək ki, yanaşmalar var, şəhərlər verilir. Rusiya Ermənistanı nəzarətdən buraxmaq istəmir, forpost olaraq saxlamaq istəyir. Və uzun müddətdə Ermənistan fəxr edir ki, Rusiyanın forpostudur. Yəni, başqa bir normal ölkə ondan çəkinər ki, o addan, amma onlar fəxr edirlər. İndi onlar çıxmaq istəyir, Paşinyan onları o vəziyyətdən çıxartmaq istəyir. Forpost deyilir, biz bir dövləti öz ərazimiz var və ərazindən kifayətlənməliyik. Biz qonşulara da ərazi iddiamız yoxdur, Rusiyanın da təsirini heç endirmək istəyir, Rusiyanın normal münasibət qurmaq istəyir. Müəyyən mənada Paşinyan Azərbaycanın siyasətini təkrarlamaq istəyir Azərbaycan rəhbərliyinin üçün. Yəni, Azərbaycan rəhbərliyi də Rusiyanın müəyyən dövrlərə qarşı durmaya getdi. Amma sonunda artıq başa düşürlər ki, Rusiya-Azərbaycan hesablaşmalıdır. Və yaxud tam şəkildə Rusiya arxa çevirmək o da mümkün deyil. Söhbət ondan gedir ki, bu seçkilərdə təbii ki, hər kəsin dediyi kimi şansları həddindən artıq çoxdur. İki dənə Rusiyanın variantı qalır. Ya hərbi çevriliş edəsin, orada kimsə gətirsin hakimiyyətə, o da qeyri-real görsənir. Ya da Paşinyana qarşı deyək ki, hansısa suiqəst təşkil etsinlər, o da artıq real görsənir. Çünki əksinə Paşinyan getdi, Paşinyanı əvəz edən o partiyasından başqa biri gələcək hakimiyyətə, onu da qaldı. Hamısını öldürəsi deyil ki, ola bilər ki, seçki öncəsi bu partiyanın nüfuzuna salmaq üçün hansısa böyük bir qara PR kampaniyasına başlasınlar. Müəyyən bir sənəd tapsınlar, yalancı bir sənəd ki, güya Paşinyan Azərbaycan xüsusi xidmət orqanlarına əməkdaşlamalı sənəd imzalı və yaxud Türkiyə ilə və yaxud onun sənəd çıxarsınlar ortaya ki, Paşinyanın reytingi birdən-bir aşağı düşsün, o da o qədər real deyil. Sadəcə o seçkilərdən sonra da bu mübarizə davam edəcəkdir. Cəhdlərdən əl çəkməyəcəkdir. Rusiya Ermənistanın gələcək mən istəyirəm ki, seçkilərdə yox, seçkilərdən sonraki dövrdə Paşinyanın Rusiya təsirinə və Rusiya təsirlərinə müqavimət göstərə bilmək və ölkəsini yenidən qurmaq münasibətləri. Çünki bilirsiniz ki, iqtisadi təzyiqlər var, digər hərbi təzyiqlər də ola bilər, başqa təzyiqlər də ola biləcəkdir. İndidən Avropa Birliyi də artıq müzakirə edir ki, Ermənistana necə kömək eləsinlər, Ermənistandan, tutaq ki, Ermənistanın ixracına, mal ixracına, yəni kənd təsərrüfatıdır və başqa sahələrdəki ixracına Rusiya imtina edirsə, deməli Avropa Birliyi artıq onunla bağlı planlarını qurur ki, Ermənistanı o vəziyyətdə qoymasınlar və keyfiyyətinə baxmayaraq Ermənistanın şərait yarasından ki, Avropa Birliyi ölkələrindən mallarını ixrac edə bilsin. Yəni, müəyyən bir çətin dövr olacaqdır, ondan asılı olacaqdır Ermənistan. Ondan çıxa biləcəkdir, Qərb də oradan da ciddi dəstək verəcək, həm maliyyə cəhətdən, həm də malların ixracı baxımından, yoxsa yox, versə də Ermənistan vəziyyətdən çıxacaqdır, Rusiyanın da təsirindən uzaqlaşacaqdır.